Mən Ağayev Kərəm İsabaloğlu, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Meşə Sotu və Kadastr üzrə baş mühəndisi. Üzümü tuturam buradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova xahiş edirəm, müraciət edərək kömək istəyirəm və bildirirəm ki, bugünkü gün dövlət meşələrində vəziyyət çox acınacaqlıdır. Bugünkü gün meşələrimiz soyqırıma məruz qalır. Bugünkü gün meşələrimiz bir çox işbazlar tərəfindən idarə olunur. Üzümü tuturam buradan Ekologiya və Təbii Sərvətlər Naziri müavini Vüqar Kərimova, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfova və müraciətlə bildirirəm ki, sizin kadrlarınızın səriştəsiz, savadsız, yazıb oxuya bilmən kadrlarınız regionlarda elə bir soyqırım törədirlər ki, bugünkü gün meşələrimiz ağaclıq məzarlığına çevrilib. Bugünkü meşələrdə ancaq işlik materiallar çıxıb sexlərə daşınır. Və sizin təyin etdiyiniz kadrların əli ilə bu iş həyata keçirilir. Bugünkü gün meşələrdə zərgir bitkilər kəsilərək, adları qırmızı kitaba düşmüş, qırılaraq satılır. Sizi dəvət edirəm, media ilə, hüquq mühafizə orqanları ilə və sizin maşın gedən yerə, sizin iştirakınızla və mənim iştirakımla gedən çəkilişlə mən sizə özüm o adı çəkilən yerləri, soyqırım olan yerləri, iri diametrli ağacları, hansı ki kəsilib sexlərə daşınıb, özüm sizə göstərəcəm. Mən 10 milyonluq xalqın qarşısında söz verirəm. Gəlib regionlarda saldığınız yalandan əkinlər, paxlava ilə, şəkərburi ilə, çay içərək, şokoladla əkinlər salıbsınız. Gəlin siz mənə o əkinləri göstərin. Gəlin son 3-4 il ərzində örtülü meşə sahəsində keçən əkinləri siz mənə göstərin. Siz niyə dövlət başçısın, niyə adiyyatı qurumları, niyə siz xalqı aldadırsınız? Siz qorxmursunuz ki, sizi nə vaxtsa cinayət məsuliyyətinə cəlb edib. Siz qanun qarşısında bu şeylərə görə cavab verəcəksiniz.